Mixəyin sonsuz faydalarına dair Çin təbabətində geniş məlumat var. Çinlilər bu möcüzəvi ədviyyatı süfrələrindən əskik etmirlər. Mixək öz unikal xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin dərmanı sayıla bilər. Onun tərkibində A, B, C, Y vitaminlər qrupu, efir yağları, yağ turşuları, eləcə də müxtəlif minerallar var. Mixək xroniki anginanın birinci düşmənidir. Hər gün bir neçə mixək çeynəmək faringiti tədricən müalicə edib sağaldır. Bu şəfalı ədviyyatın faydalarından bəhs edən yazını təqdim edirik. Parazitləri məhv etmək üçün. Orqanizmdəki qurdları məhv etmək üçün yeməkdən yarım saat öncə mixək çeynəmək kifayətdir. Bu proseduru gün ərzində 2 dəfə təkrarlayın. Müsbət nəticəni özünüz görəcəksiniz. Bədəndəki parazitlər tez bir zamanda tökülüb məhv olacaq. Mixəklə qurdların təmizlənməsi profilaktik tədbir kimi də çox əlverişlidir. Bir mixək çöpü 20% efir yağlarından ibarətdir. Bu yağlar ətirli maddələrlə zəngindir. Məhz bu özəlliyinə görə o parazitlərlə yanaşı difteriya, vərəm və s. çöplərlə mübarizə aparır. Ağız boşluğunun müalicəsi üçün. Elə bu gündən etibarən saqqızı mixəklə əvəz edin. Hər gün bir neçə mixək çubuğu çeynəsəniz, stomatit, parodontoz, damarların iltihabı və digər ağız boşluğu xəstəliklərindən qurtulacaqsınız. Bu təbii vasitə bahalı dərmanlardan həm daha faydalı, həm də ucuzdur. Mixək angina və bir sıra digər boğaz xəstəliklərində çox effektiv vasitədir. Həzm sistemini yaxşılaşdırmaq. Mixək həzm sistemini tənzimləyir. Maddələr mübadiləsini yaxşılaşdırır. Yeməkdən 15 dəqiqə öncə 1 çay qaşığı bal ilə 2 mixək çubuğunu qarışdırıb çeynəyin. Mədə xorası və yüksək qan təzyiqiniz varsa, bu üsulu sınaqdan keçirməyin. Mixək arıqlayanlar üçün də çox əlverişli vasitədir. O, həmçinin qastrit, turşuların çatışmazlığı və digər xəstəlikləri sağaldır. Xərçəngin profilaktikası. Mixəyin tərkibindəki yevgenol maddəsi xərçəng hüceyrələrinin ölçüsünü kiçildir. Yenilərinin yaranmasının qarşısını alır. Mütəxəssislərin araşdırması göstərir ki, xərçəngdən doğmalarını itirən insanlar bu üsulu tədricən təcrübədən keçirməlidirlər. Bu, həm onların immunitetini gücləndirir, həm də xərçəng hüceyrələrinin yaranmasına mane olur. Təzyiqi yüksəltmək üçün. Təzyiqinizin düşdüyünü hiss edirsinizsə, dərman qəbul etməyə tələsməyin. Bir neçə mixək çubuğu çeynəyib gözləyin. Həm təzyiqiniz stabilləşəcək, həm də özünüzü kimyəvi tərkibli dərmanlardan qorumuş olacaqsınız. Ümumiyyətlə, təzyiq problemi olmayan şəxslər də günaşir mixəkli qəhvə içə bilərlər. Əsəbləri sakitləşdirmək. Mixək təbii antidepressant sayıla bilər. Hər gecə yatmazdan əvvəl bir mixək çubuğu çeynəmək insanı sakitləşdirir, yuxunu normaya salır. Mixəyin keyfiyyətli olub-olmadığını yoxlamaq üçün onu su ilə dolu stəkana atın. Əgər çubuq suyun dibinə çökürsə, demək ki, onun tərkibində bütün vitaminlər və yağlar olduğu kimi qalıb. Yox, əgər çubuq üfüqi şəkildə üzürsə, demək onu istifadə etməyə dəyməz.